Əslində Rövşən Cavadovun aradan götürülməsinin ciddi səbəbi mənim fikrimcə onun bu məşhur çıxışıdır dostlar. Diqqətlə hamı qulaq assın. Prezident aparatında. Mən özür istəyirəm. Sənə prezident, sənə zabitlər, Respublikada güc nazirlikləri hamısı iflis vəziyyətindədir. Eləcə də Daxillər Nazirliyi. Ona görə məsələyə kiçik prizmadan baxmaq olmaz. Rüşvətxorun kökünü heç kim kəsə bilməz. Nə qədər ki, o polis nəfəri maaşı ilə dolanam bilir. Amma strateji əhəmiyyəti olan hər hansı bir şeydən rüşvət almaq vətənə xəyanətdir. O adamın bir dənə cəzası var, ölüm. Kim cəzalanır? Heç kim. Ona görə tədbiri tədbirlər görmək lazım. Yəni bir-birimizi anlatmaya yer yoxdur. Mən düşündüyümdür. Başqa konkret bir çıxış. Diqqətlə hamımızdan xahiş edirəm, əziz vətənlər. Rəhmətli Rövşən Cavadovun bu çıxışına diqqətlə qulaq asasınız. Fikir verin. Rövşən Cavadov Heydər Əliyevin yanında tədbir keçirilir, iclas keçirilir. Orada görün nə deyir. Bayaq hörmətli Nizami Şahmuradov dedi ki, strateji məhsulları şeydən keçirirdilər sərhəddən. Gürcüstana, oradan Ermənistana dağıdırdılar misi, nefti. Elçin və amonçular da onu tutub geri qaytarırdılar, mane olurdular. O gələnlərin əlində kağız var idi. Kağız verirdilər ki, yoxlamadan, saxlamadan buraxılsın. O məktubu verən Daxillər Naziri olurdu. Ya baş prokuror, ya prezident aparatında kimsə bir vəzifəli şəxs. Heydər Əliyevin yaxın qohumları. Heydər Əliyevin yanında iclas keçirilir. Rəhmətli Rövşən Cavadov çıxır tribuna görün nə deyir. Strateji məhsullardan rüşvət alanlar öldürülməlidir. Baxın. Sənə prezident, sənə zabitlər, Respublikada güc nazirlikləri hamısı iflis vəziyyətindədir. Niyə iflis vəziyyətindədir? Çünki vəzifələrini icra eləməyə siyasi hakimiyyət qoyub imkan vermir. Heydər Əliyev onun cinayətkar dəstəsi ölkədə hüquq mühafizə orqanlarının işini şəxsi, belə deyək də, bir orqan kimi, mafiya kimi idarə edirlər. Dövlət kimi idarə olunmur. Eləcə də Daxillər Nazirliyi. Ona görə məsələyə kiçik prizmadan baxmaq olmaz. Rüşvətxorun kökünü heç kim kəsə bilməz. Nə qədər ki, o polis nəfəri maaşı ilə dolanam bilir. Amma strateji əhəmiyyəti olan hər hansı bir şeydən rüşvət almaq vətənə xəyanətdir. O adamın bir dənə cəzası var, ölüm. Şeydən rüşvət almaq vətənə xəyanətdir. Hər hansı bir şeydən rüşvət almaq vətənə strateji əhəmiyyəti olan hər hansı bir şeydən rüşvət almaq vətənə xəyanətdir. Strateji əhəmiyyəti olan hər hansı bir şeydən rüşvət almaq vətənə xəyanətdir. Əziz vətənlər, Rövşən Cavadov bu sözü Heydər Əliyevin üzünə, gözü içinə deyir. Deyirsən, vətən xainisən. Çünki sən bunu eləyirsən. Orada hamı gözəl bilir ki, kim kimdir. Hamı gözəl bilir ki, strateji məhsullar, nefti, misdi, alüminiumdur, orada müəyyən məhsullar var. Bu, ən yüksək səviyyədə Rəsul Quliyevlə Heydər Əliyevin xəbəri və razılığı olmadan çıxarıla bilməz. Bir qram da çıxarıla bilməz. Və üzünə deyir ki, sən vətən xainisən. Bəlkə də həyatın ən böyük səhvini burada bıraxmışdı Rövşən Cavadov. Haqqı dediyini. O adamın bir dənə cəzası var, ölüm. Kim cəzalanır? Heç kim. Ona görə tədbiri tədbirlər görmək lazım. Yəni bir-birimizi anlatmaya yer yoxdur. Baxın görün, bu qədər dəqiq və konkret bundan əlavə nə danışmaq olar? Rövşən Cavadov konkret deyir ki, ölkədən strateji məhsullar çıxarılır. Buna görə rüşvət alınır. Bu adamlar da vətən xaindirlər. Konkret. Heydər Əliyevin reaksiyasına baxın. Düşündüyümdür. Başqa konkret bir çıxış eləmək sözünüz var yoxsa yox? Bu fikrin, siz tonu baxın sözə. Bu həyasızlıq tarixə görsənməyib, ay millət. Aylın başa düşünün ki, ölkə kimlərin əlindədir. Deyir ki, başqa bir konkret danışan varmı? Yəni ki, Rövşən Cavadov boş-boş danışdı. Başqa bir danışan, amma konkret. Başa düşmədim. Bundan konkret sənə nə deyilməlidir ki? Sənin üzvə deyirlər ki, strateji məhsulda rüşvət alırsan, ölkəni dağıdırsan. Sən deyilsən bunu eləyən. Saxla dən ki, sənə Daxillər Nazirinin müavini.
O Nizam bəy dediyi kimi, hörmətli komutan, komandir, de görüm kimi nəzərdə tutursan, kim rüşvət alır, hansı strateji məhsullardan danışırsan, onu deyəcəkdir. Qazaxda Elçin Əmrəslanın hər gün tutduğu, Ammonun hər gün tutduğu. Baxın, ona sual verib bunu aydınlaşdırmır. Dönür deyir ki, başqa bir dəqiq konkret danışan var mı? Başka konkret bir çıkış eləmək sözü var yoksa yok? Yoxsa yox sözünə fikir verin ha. Əsas söz bu, yoxsa yox. Yine de deyirəm burada vaktimiz yoktu ki herhangi bir biyografiyasına kulaq alsaq ya falan eləyə peşmək edir. Eşitdiniz dostlar? Ha kişi, ölkənin güya bu başçısıdır, güya prezidentdir. Buna məruz edir ki, Daşda Nazırın müavini. Strateji məhsullardan rüşvət alınır, ölkəni dağıdırlar. Deyir, bizim burada vaxtımız yoxdur nağıl danışmağa. Nə başa düşdünüz? Nizami bəy, məncə Rövşəni rəhmətli ölümə aparan onun bu çıxışıdır. Bu çıxışdan sonra Elçin Əmrəslanov oyunu çalınmışlar oyuna. Namik Mustafayevi siz tanıyırdınız. Belə adamı tanıyırsınız. Hərbi polis rəisi vardı, Kürt balası. Namik Mustafayev. Vallahi yadımda bir saatin ötündə şeydən radikantı ki, hələ mənə şey eləyəm. Mən əsas bu işləri ki, o qədər ki, bu istintaq altında olanda da bunları o qədər şey eləmişəm ki, yəni ki, bu şey, yəni burada oturub əsas məsələdə şey eləmişəm ben. Ona görə o qıraqda olan adamları ondan beynimdə, yadımda deyil kimlər olur.